Siz nə düşünürsünüz? Bu mülkü dəyərli eləyən bunun mənzərəsidir yoxsa yerləşdiyi məkan? Mən düşünürəm ki, qarşısı alınmaz möhtəşəm panorama daha sonra da yerləşdiyi məkandır. Badamdarın ən yaxşı yeri olan ikinci massivdəyik. İki hissədən giriş var. Birincisi, qaraja daxil olursunuz, qarajdan da evə. Və buradan isə daxil oluruq həyətə. İçəri girən kimi bu möhtəşəm dəniz panoraması bizi qarşılayır. Həyət hissəsi 4 sotdur. Tikinti isə 2 sotun üzərində inşa olunub. Yəni, torpaq sahəsi ümumiyyətlə 6 sotdur. Zirzəmi, mansard daxil olmaqla tikinti 4 mərtəbədən ibarətdir. Və hər 4 mərtəbənin 4-ündən də birbaşa şəhərə dənizə panoraması var. Tikintinin layihəsini əla veriblər. Zirzəmidə hovuz üçün yer, geniş bir zona, giriş hissəsi, qarajı olan keçid və daxil oluruq mənzilin holuna. Sol tərəfdə sanitar qovşaq, bu tərəfdə mənzilin geniş olan qonaq otağı, mətbəx hissəsi, qeyd elədiyim kimi bütün otaqlardan da dənizə panorama. İkinci mərtəbədə 4 yataq otağı var. Terrası, birinci yataq otağı, holda olan hamam. Bura ikinci yataq otağı, onun yanında üçüncü, mənzilin 4-cü əsas yataq otağına. Əsas yataq otağının daxilində də özünə məxsus hamam var. Burada 4-cü mərtəbə mansardır. Nə istəsəniz də yarada bilərsiniz. Dəyərli dostlar, mülkün çıxarışı mövcuddur. Qeyd elədiyim kimi də bütün mərtəbələrindən dənizə və şəhərə panoraması var.